Paytaxt sakini Nigar Budaqlının komaya düşməsi ilə nəticələnən burun əməliyyatına görə cinayət işi başlanılıb. APA'nın məlumatına görə cinayət işi lor estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında açılıb. Məlumata görə cinayət işi ilə bağlı artıq istintaq tamamlanıb. İstintaq tamamlanaraq məhkəməyə göndərilib. Qeyd edək ki, ötən ilin aprelində Medaura klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə o sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb. Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2 ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq maddəsi ilə ittiham elan edilib.